Hamınıza salam. Bugün sizlerle birlikte nə videosu çəkirəm? Bugün sizlerle birlikte paranormal hikayələrinizi oxuduğum videosu çəkirəm. Mən postumda paylaşmışdım ki, yaşadığınız paranormal olayları son shorts videoma yazın. Sizin də çoxunuz son shorts videoma nə qədər yorum yazmışsınız. İndi son shorts videom o deyil. Əvvəlki postu əvvəl paylaşmışdım. Eğer qaçırmışsınızsa, postu görməmişsinizsə, bu videonun altına da yaza bilərsiniz. Part 2'sini istəyirsinizsə də yazın. Mən bunun part 2'sini də çəkərəm. Videoya keçməzdən əvvəl kanalıma abunə olmağı, videoma like atmağı və bu video haqqında fikirlərinizi yorumlarda mənimlə paylaşmağı unutmayın. Gəlin uzatmadan videomuzu keçək. Deməli, bunu öz telefonumdan oxuyacağım. Anamın telefonundan çəkirəm bu arada. Kamera falan yoxdur. Başlayıram oxumağa, görək nə olayları yaşamısınız. Birinci yorumumuzdan başlayaq. Mən bir dəfəsində gecə su almaq üçün mətbəxə girdim. Mətbəximizdə saat var idi. Mən su içmədən əvvəl saata baxanda gördüm ki, saat 3'dür. Belə paranormal olayların çoxu elə saat 3'də yaşanır. Amma mən indiyənə qədər saat 3'ə qədər oyaq qaldıqlarım olub, çox olub. Ya kitap oxumuşam, ya da ki, yuxu tutmayıb, yata bilməmişəm. Amma başıma heç bir şey gəlməyib. Ümumiyyətlə, gecələri mənim başıma heç bir şey gəlməyib. Uşaq vaxtı gəlirdi, çox vaxt, çünki inanırdım. İndi çox inanmıram elə şeylərə. Ona görə çox da belə başıma elə şeylər gəlmir. Bir dəfəsində gəlib, onu da danışaram. Gördüm ki, saat 3'dür. Sonra su içdikdən sonra yenə saata baxanda gördüm ki, saat 4'dür. Dedim ki, hər neysə, yəqin yuxulayam, səhv görmüşəm. Ola bilər, məntiqli. Sonra öz otağıma getdim və bir əl mənə toxundu və mənim üstümü örtdü. Mən elə bildim ki, anamdır. Sonra sabah oldu. Anamdan soruşdum ki, gecə sən gəldin yanıma? Dedi ki, yox. Sonra evdəkilərin hamısından soruşdum, dedi ki, mən deyiləm. Əgər onlar deyilsə, bəs mənim üstümü örtən kim idi? Bu yorumda, məsələn, bu yuxu ola bilər. Çünki mən də çox şey yaşamışam, belə olaylar yaşamışdım. Və duranda çox dedim ki, bu yuxuydu, yoxsa gerçəkdi. Sonradan dedim ki, yəqin ki, yuxudur. Çünki belə olayların olmağı imkansız falandır. Ola bilər, tam bilmirəm, amma mən çox inanmıram. Yəqin ki, halüsinasiyon görmüsən, xəyal görmüsən, ya da ki, yuxuydu. Mən də bu olayı yaşasam, mən də qorxardım, düzün deyim. Amma yəni yuxu olduğunu düşünürəm bunun. Sonraki yorumumuzu oxuyuruq. Bir gün məktəbə tək gedirdim və qarlı hava idi. Mən tək gedirdim və mənim dərsimdə 8'də başlayır. Və qışda qaranlıq olur. Nəsə səs gəlirdi arxamdan, amma arxama baxanda heç nə yox idi. Qorxdum, amma hər neysə. Bu çox normal bir hadisədir. Məncə heç bu paranormal olay deyil. Çünki məhəllədə gedəndə ya da harasa gedəndə arxandan səs gələndə baxırsan və görürsən heç kim yoxdur. Bu çox normal bir şeydir. Yəni çöldə sən gəzirsən, hər tərəfdən səs gələ bilər. İt, pişik səsi ola bilər. Ya da ki, başqasının həyətindən gəlmiş səs ola bilər. Sən arxana baxanda görməmiş ola bilərsən. Bu çox paranormal olay deyil. Amma tək olanda və məhəllədə heç kim olmayanda biraz qorxuda bilər. Daha sonra yorumlarımıza baxaq. Paranormal hikayəm yoxdur, amma səni çox sevirəm. İnşallah 10K olarsan gözəlim, adımı çəksən sevinərəm. Dəniz. Dəniz, buradan səni salamlayıram. Çox sevinirəm belə yorumları görəndə. İnşallah 10K olaraq sizin də dəstəklərinizlə inşallah bir gün biz də 10K olacağıq. Keçək digər yorumumuza. Salam Gülgün, necəsən? İlk öncə səni sevdiyimi bilmənizi istəyirəm. Deməli, bir dəfə evdə tək idim. Dedim, gedim, popcorn partladım. Oturum bir dənə Türk dizisine baxa-baxa keyf edim özüm üçün. Ən sevdiyim ortam. Evdə tək, popcorn, Türk dizisi. Gecə saat 00:00 oldu. Amma evə anamgil gəlmədilər. Ürəyim ağzıma düşdü, çünki yarım saat öncə evdə olmalıydılar. Mən də qorxacaq adamım. Panikaya düşdüm, zəng eləyirəm, zəng çatmır. Zəng eləyirəm, zəng çatmır. Ay Allah, mən neyniyim deyə düşünürdüm ki, birdən raşotka çox pis silkələndi. Elə bildim, elə bil divara kimsə top attı. Bina evidir, birinci mərtəbədir bizdə. Maraqlı gedir bu dəqiqə. Çox pis tiksindim. Sonra qapı döyülməyə başladı. Dedim, yəqin anamgil gəlib. Qaça-qaça getdim, gördüm ki, heç kim yoxdur. Qorxudan tir-tir əsə yerimə girdim və yatdım. Sabah duranda isə anamgil təbii ki də gəlmişdilər. Dedim, anamgilə şok oldular.
Hətta şok oldular və birdən məni evdə tək qoymayacaqlarına dair mənə də özlərinə də söz verdilər. Hara gedərlərsə getsin, mən də onlara gedəcəyimə dair özümə söz verdim. O hadisədən sonra anam gəlin məni aparmadıqları çıldaqçı qalmadı. Gecələri çox pis, iyrənc yuxular görürdüm. Yerimin içində oturub ağlayırdım. Bu məndə çox pis travma oldu. Tramvay yazılıb, yəqin klavye çevirib. Bu məndə 4-5 ay olar baş verib və gerçəkdən də inanıla bilməsi biraz zor hekayə olsa da bu gerçəkdir həqiqətən. İnan yəni gözəlim. Çox qorxunc bir hadisədir həqiqətən. Mən həqiqətən çox qorxardım mənə belə bir olay baş versə məndə. Yəni qorxmaqda haqlısan, travma olması da yəni normaldır. Belə bir şey ola bilər. Məsələn, kimsə bir evə gəlmək istəyib. Məsələn, sən anan kimi gecə çölə çıxan birisi, anan kimi evə gəlmək istəyib və qapıları qarışdırmış ola bilər. Elə bir şey ola bilər məncə. Amma yəni mən sənin yerində... Ürəyim düşdü, o nə idi? Pişikdir yəqin ki. Mən də sənin yerində olsam çox qorxardım. Yəni qorxmaqda çox haqlısan. Davam yorumumuzu deyirəm. Davamçı yorumumuz. Davamçı nədir? Mən özümdən təzə sözlər çıxardıram. Nənəmgildəydik, uşaqlarla həyətdə oynayırdıq. Saat da ki 8:30 kimi idi. Uşaqlara dedim ki, gəlin qoyunların olduğu yerə gedək. Onlar razılaşdı və girməz olaydıq ki, girdik. Biraz qabağa gedəndə plastik kuklalar olur. Göy-göz plasmas, onun bədəni yox idi. Sadəcə başı var idi. Neysə. Bunu görüb bir şok olmuşuq. Hər kəs bir-birinə baxır, lal olduq da yəni. Və sonra qoyunlar normalda insandan qorxur. Biri mənə yaxınlaşdı, mənim də əlimdə çubuq var idi. Vurdum başına, qoyunun vicdan əzabı çəkdim, amma yad işləsəydim. Sən sevirəm Gülgün, adım Mətanət, desən sevinərəm. Mətanət, buradan da səni də salamlayıram. Mən də sizi çox sevirəm. Qoyunun dişləməyi, yəni çox da belə olası bir olay deyil. Bu arada oxuya bilmirəm. Yorumlarda yazmayın ki, oxuya bilmirsən, gör neçənci sinif olmuşsa. Elə şeylər yazmayın. Çünki nöqtə vergül yoxdur deyə, nöqtə vergül qoymamışsınız deyə bilmirəm. İntonasiya ilə oxuya bilmirəm onu. Qoyun dişləyərmi? Mənim bilgim yoxdur. Qoyunlar dişləyirmi insanı? Amma qoyunların insanlardan qorxduqlarını bilirəm. O plasmas oyuncaqlara gələndə mən uşaqlığımdan bəri plasmas oyuncaqlardan həqiqətən qorxuram. İndi mənim otağımda bir dənə var. Onu da ki mən qorxmuram. Uşaq vaxtı qorxurdum biraz. İndi bilirsiniz də yəqin ki maşa oyuncaqdır. O uşaq vaxtından bəri mən 8-9 ildir ki o oyuncaq mənləndir. Hətta 10 ilə yaxındır ki oyuncaq mənləndir. Ona görə indi qorxmuram. Amma kimsə mənə plastik bir bəbə alsa, plastik bir bəbə alsa, yəni qorxaram. Qorxunc gəlir. Neçə yaşıma gəlim, o bəbəklər mənə qorxunc gəlir. Bəbəklər özdə. Sonraki yorumumuz nədir görək? Paranormal olayım. Bu olay bu il iyul ayında baş verib. Tam paranormal olmasa da yenə də çox qorxmuşdum. Deməli gecə saat 1 falan olardı. Biz də bacımla oyaq idik. Telefona baxırdıq. Sonra bizim qonşumuz var, evimizin yanındadır evləri. Həmin qonşu oradan qışqırdı ki, ev yanır. O vaxtı biz də bunu eşitdik, evdəkilər də eşitdi, qorxduq. Elə bildik ki, bizim ev yanır. Sonra bayıra çıxdıq, öyrəndik ki, evimizin arxasındakı ev yanırmış. Özdə elə pis yanırdı ki, həmin yer göy üzü alov kimi görsənirdi. Çox pis qorxmuşdum. Hətta ağlayırdım ki, bizim evə də keçər, çünki abartılı çox yanırdı. Neysə, sonra yanğın söndürən çağırdılar və artıq yanğın bitmişdi. Sonra hamı öz evinə getdi, belə, bu qədər. Mən yanğınlardan da çox qorxuram. Bir dəfə 1-2 il olar ki, bizim evin arxasındakı bir ev yanırdı. Yanğın söndürən falan çağırmışdılar. Mən də o vaxt çox qorxmuşdum ki, o yanğın birdən bizim evə də keçər, çünki çox yaxın idi. O yanğın özdə zibillik tərəflərə də yayılmışdı və bəlkə də zibillikdən gəlmişdi oralara. Bütün hər yer yanırdı, çox qorxdum. Neysə ki, tez gəldilər, söndürdülər oranı. Sonraki paranormal olayımız
Martın 1-i 9 oldu, onun içindəyəm. Hə, indiki yaşım Martın 1-i 9 oldu, onun içindəyəm. Bəlkə 5-6 il əvvəl bir yuxu görmüşdüm və hələ də yadımdadır. Yuxumda yatmışdım və durdum. Səhər 7 idi. Durub ailəmdən gizli televizora baxırdım və səs getməsin deyə otağın qapısını bağladım. Pısın olur, qaqaş, ürəyim düşdü, orada niyə dayanmışsın? Ürəyim düşdü, Nəsimi burada oturub. Nə oxudum yadımdan çıxdı deyə təzədən oxuyuram. Paranormal olay. İndiki yaşım Martın 1-i 9 oldu, onun içindəyəm. Bəlkə 5-6 il əvvəl bir yuxu görmüşdüm və hələ də yadımdadır. Yuxumda yatmışdım və durdum. Səhər 8 idi. Durub ailəmdən gizli televizora baxırdım və səs getməsin deyə otağın qapısını bağladım. Televizoru açdıqdan 5 dəqiqə sonra televizora qorxulu şəkillər gəldi. Mən də uşaq olduğum üçün qorxdum. Qapını açıb otaqdan çıxmaq istəyirdim. Gördüm ki, qapı bağlıdır. Qorxdum yazmaq istəyib yəqin. Çox qorxdum və yuxumdan tik atıldım. Anama isə qorxa-qorxa yuxumu danışmağa başladım. Daha doğrusu qapı öz-özünə bağlanıb kilidləndim. Sonra nə yazıb? Baxım. Bir də deyib adımı deyərsən. Adı Mədinə Hacıyeva. Mədinə Hacıyeva, buradan sənə də salamlar olsun. Mən də qorxulu yuxu görəndə, duranda bir həyatı sorğuluyuram ki, bu nə yuxuydu görmüşəm falan. İndiki sənin yaşında da mən belə yuxular görürdüm. İndi də görürəm. Durub həyatı sorğulayıb eləyirəm. Və qorxulu yuxuymuş həqiqətən də. Mən olsam mən də qorxardım. Keçək görək başqa yorumunuz qalıbmı? Başqa yorumumuz qalmayıb. Bütün yorumların hamısını oxuduq. Əgər siz postumu qaçırmısınızsa və yorumunuzu mənim də oxumağımı istəyirsinizsə, bu videonun altında şərh bölməsindən yorumlarınızı mənimlə paylaşmağı unutmayın. Bu videonun da sonuna gəldik. Bugün sizlərlə birlikdə paranormal olaylarımızı oxuduq. Ümid edirəm videomu bəyənmişsinizdir və bu videoya baxanda mənimlə birlikdə əylənmişsinizdir. Gələcək videolarda görüşərik. Sağ olun.